şairlərimiz var. Məzahir Yaqub və şairə Güləndam Dağlar qızı. Biz onlardan gözəl şeir gözləyirik. Bugün bizim üçün qəşəng şeirlərindən səsləndirsinlər. Buyurun Məzahir müəllim. Yaddaşda ruhun yadı, dinəndə dilin dadı, ilahi eşqin adı, la ilahə illallah. Yar qəlbin kirrini, açılayar sirrini, behişt edər yerini, la ilahə illallah. Bəladan saxlar səni, haq yola haqlar səni, sevgi ilə yoxlar səni, la ilahə illallah. Yandınsa külüm desin, sevdinsə gülüm desin, köç yolu ölüm desin, la ilahə illallah. Mələk dili, quş dili, torpaq dili, daş dili, gözlərdəki yaş dili, la ilahə illallah. Allah bu kəlamı dilimizdən, qəlbimizdən almasın. Amin. Çox sağ olun, var olun. İndi siz buyurun Güləndam. Sana selam olsun ya Resulallah. Salavat çək Muhammedin eşqinə, bax Quranın hikmətinə, gücünə, Tanrım yardım elə çörək acına, sana salam olsun ya Resulallah. Adın nur çırağı, yoluna ışıq, Müsəlman hümməti adına aşıq, bu dünya dilimə, dinimə hər an yaraşıq, sana salam olsun ya Resulallah. Çox sağ olun Güləndam. Allah sizdən razı olsun. Siz sağ olun, var olun. Hər zaman yazın, yaradın, kitablarınız çıxsın. Allah kitablarınız Allah olsun, sizdən bizlər də razı olsun. oxuyaq. Allah sağlıqlı ömür versin sizlərə.